Bax, belə bir fayldır. Məsələn, mən bunu yaddaşa verirəm. Kompüterində nə deyirlər ona, PDF oldu, olmadı, fərqi yoxdur. Mən bunu təkrar yaddaşa verirəm deyim, fayldan verirəm. Normalda Ctrl S-lə də eləmək olur. Fayl rusca da fayldır, ingiliscə də fayldır, fərqi yoxdur. Bəzi kompüterlərdə knopka ofis gedir. O köhnə Word-lərdə. Gözlə oğlum. Buradan yaddaş var, saxranit kak yazılır burada. Saxranit kak. Saxranit kakı vurursan, burada məsələn mən seçirəm рабочий stol. Və istənilən bir papkanı seçirsən. Рабочий stol. Desktop рабочий stol deməkdir. Seçdim. Seçəndə bax buranı görsən save tip file. Yəni saxranit tip. Yəni yaddaşa vermək qaydası deyirlər də buna. Buradan gəlirsən bax, sənə qaydalar göstər. Oğlum icazə ver. Bax burada görürsənmi? Var. PDF. Tamam. Bax PDF. Güzel. Aha. PDF. PDF'i seçdin. Bax bu formada. Mən sənə görə seçəcəm, yaddaşa verəcəm. Deskopu seçəndən sonra. Deskopu hətta buradan da seçə bilərsən ha, ekranın qırağından. Yəni рабочий stolu. Seçdin, yaddaşa verdin. Biraz səbirli olursan, biraz PDF yaddaşa gedəndə bax bu formada açılımlar olur. Oğlum gözlə. Şo. X-i vurdun, çıxdın buradan. Bunu da çıxıram. Bax. Şo. Birinci ay. PDF yaddaşa düşdü.